Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Aziz kardeşler, muhterem Müslümanlar, Allah Teala'nın izniyle bugün yeni bir kiçik kitabdan ders keçməyə başlayacağıq ve bu kitab da elm barəsindədir. Yani elm əməli lazım edir. Elmin olması lazımdır ki insan əməl etsin. Əməl elmsiz ola bilməz. Deməli bu kitabın müəllifi Şeyx Abdurrazzaq Əl-Bədirdir. Yaşayır hal-hazırda Peyğəmbər məscidinin müəllimlərindəndir. Kiçik bir risalədir, lakin olduqca qiymətli bir risalədir. Müəllif burada buyurur ki, ilk olaraq heç bir kimsəyə gizli deyil ki, İslam dinində elmin məkanı ucadır və həmçinin haqq dinimizdə, hənif dinimizdə elmin mənziləsi, məqamı yüksəkdir. Və bu heç bir kimsəyə gizli deyil. Həmçinin buyurur ki, elmin məqamı əzəmətlidir, ucadır və elm əsasdır. İslam dinində elm ən birinci gələn məsələdir, əsasdır. Və buyurur ki, şəriətin həyata keçirilməsində də məhz elmin əsas rolu var. Yəni şəriəti insan həyata keçirə bilməz, ancaq və ancaq elmlə həyata keçirə bilər. Və sonra buyurur ki, deməli bir insan nə üçün yaradılıb? Allaha ibadət etmək üçün yaradılıb. Və bu baxımdan da həmin ibadəti həyata keçirmək üçün də mütləq insanın elmi olması lazımdır. Yəni ibadətin həyata keçirilməsində, Allaha olan qulluğun həyata keçirilməsində mütləq elmin olması gərəkir ki, insan o elmin sayəsində Allaha olan ibadəti düzgün şəkildə etsin. Və insan da məhz bunun üçün yaradılıb. Yaradılmağının əsas məqsədi Allaha ibadət etməkdir. Və Allaha ibadət etməyi də düzgün həyata keçirmək üçün mütləq başlıca elm lazımdır. Və ona görə buyurur ki, elm İslam dinində əsasdır. Və hər bir şey məhz onunla başlayır, elmlə başlayır. Elm İslam dinində ən birinci gələn məsələdir. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur, "Fa'lam ennehu la ilahe illallahu ve estağfir li zembike ve lil mu'minine ve'l mu'minat." Diqqət edin ayəyə. Allah Teala bu ayədə bildirdi ki, bil, Allah'tan başka hak məbud yoxdur. Sən öz günahların, eləcə də mömin kişi və mömin qadınların bağışlanmasını istə. Fikir verin, bu ayədə Allah Teala ilk olaraq nədən başladı? Elmlə. Yəni sən bil, xəbərdar ol. Yəni bir şeyi əldə etmək üçün insanın ilk öncə bilməsi lazımdır. Yəni xüsusən də ibadəti həyata keçirmək üçün. Allah Teala bu ayədə nəyi bildirir? İlk olaraq deyir, bil, öyrən, xəbərdar ol. Allah'tan başqa haqq məbud yoxdur. Sən öz günahların üçün və eyni zamanda da mömin kişi və mömin qadınlar üçün bağışlanma dilə. Və eləcə də əziz qardaşlar, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm hər gün, gündəlik Allah'tan faydalı elm istəyərdi. Xüsusən də Peyğəmbər hər gün sübh namazından sonra və bunu davamiyyətli edərdi. Necə ki, Ummu Sələmənin hədisində varid olub. Buyurur ki, Ummu Sələmə, Allah ondan razı olsun. Deyir ki, Resulullah sallallahu aleyhi və səlləm hər gün sübh namazından sonra namazın ardından salam verdikdən sonra bu duanı edərdi. Diqqət edin. Allahümme inni əs'əluka ilmən nafi'an və rizqan tayyibən və amələn mütəqabbələn. Başqa bir ləfsdə, rəvayətdə və amələn salihən kimi keçir. Deməli, duanın mənasına diqqət edin. Resulullah sallallahu aleyhi və səlləm hər gün sübh namazından sonra Allah'tan özü üçün faydalı elmin olmasını diləyərdi. Həqiqətən Allahın Rəsulunda
her bir mümin için böyük bir örnek var. Fikir verin. Allah'a belə dua ederdi ki, Allah'ım, həqiqətən mən səndən faydalı elm, gözəl ruzi ve qəbul olunan əməl. Başka bir rəvayətdə salih əməl diləyirəm. Deməli, bu Peyğəmbərin davamiyyətli etdiyi dua olub. Və ona görə dəyərli qardaşlar, faydalı elm, mənfəətli elm qəlbə rahatlıq bəxş edər və həmçinin insanı təvazökar edər. Ona görə elm daşıyan insan daimi təvazökar olmalıdır. Çünki elm onu təvazö etməlidir. Və eləcə də insanı təslimiyyətə gətirər. Deməli, əziz qardaşlar, fikir verin. Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm günlük duasında, yəni hər gün gündəlik duasında elmi, xüsusən faydalı elmi, mənfəətli elmi, gözəl ruzidən və qəbul olunan əməldən önə çəkdi. Nə üçün? Və buna görə ki, insan yaxşı ruzi ilə pis ruzinin arasını yalnız elmin sayəsində ayrıt edə bilər. Eləcə də buyurur ki, insan salih əməl ilə pis əməlin arasını deməli elmin sayəsində ayrıt edə bilər. Və bu baxımdan da deməli İslam dinində elmin məqamı, məkanı olduqca ucadır və alidir. Bu baxımdan insan bilməlidir ki, elm insan üçün yalnız xeyir gətirər. Faydalı elm sahibi üçün bir nurdur, bir işıqdır. Və həmçinin faydalı elm insanı yalnız doğruya yönəldər, haqqa yönəldər. Fikir verin. Allah Teala öz mübarək kəlamında buyurur: وَكَذَٰلِكَ أَوْحَيْنَا إِلَيْكَ رُوحًا مِنْ أَمْرِنَا. Diqqət edin, Allah Teala nə deyir? Deyir ki, biz sənə əmrimizdən ruhu, yəni Quranı vəhy etdik. Ruh deyildikdə, yəni o kitab qəlblərə bir rahatlıq bəxş edən kitabdır. Allahın kitabı. Və sonra Allah Teala buyurur ki, مَا كُنْتَ تَدْرِي مَا الْكِتَابُ وَلَا الْإِيمَانُ. Allah Teala buyurur ki, sən kitab nədir, iman nədir bilmirdin. Yəni bundan öncə. وَلَكِنْ جَعَلْنَاهُ نُورًا نَهْدِي بِهِ مَنْ نَشَاءُ مِنْ عِبَادِنَا. Sonra Allah Teala buyurur ki, lakin biz onu kullarımızdan istədiyimizi doğru yola yönətmək üçün bir nur olaraq təyin etdik. Və sonra fikir verin. Həqiqətən elm elə bir şeydir ki, əziz müsəlmanlar, özü özlüyündə bir nurdur. Və nur olmasıyla yanaşı sahibini də nura yönəldir, işığa yönəldir. Və burada müəllif bir söz işlədir. Fikir verin. Deyir ki, deməli, alimin ümmət içərisindəki olan məsəli, zülmətlər içərisində olan insanın məsəlinə bənzəyir ki, və o, onların arasında, qaranlıqlar içərisində olan insanlar arasında əlində deyir, çıraq tutan bir şəxs kimidir. Və həmin əlindəki deyir, o çıraq onlara doğru yolu göstərmək üçün aydınladır, işıqlandırır. Və məhz onun sayəsində onlar təhlükələrdən və qorxulardan əmin olurlar, güvəndə olurlar. Və həmçinin bütün təhlükələrdən qurtulurlar. Və eyni zamanda da doğru və müstəqim yol üzərində olurlar. Nəyin sayəsində? Elmin və eyni zamanda da alimlərin, elmi daşıyan kimsələrin. Və buyurur ki, bu barədə elmin fəziləti barəsində, İslam dinində, yəni elmin fəziləti, şərəfi, məqamı barəsində, eyni zamanda elmi daşıyan alimlərin, yəni fəziləti barəsində həm Allahın kitabında, həm də Peyğəmbərin sünnətində kifayət qədər dəlillər mövcuddur. Və ona görə də insan bilməlidir ki, İslam dini daim elmin tərəfində olmuşdur. Və elm İslam dinində ən uca məqama, yəni sahibdir. Yəni elmin məqamı ucadır. Və bu baxımdan da müəllif qeyd edir ki, elmin öyülməsi və həmçinin elmi daşıyan alimlərin öyülməsi
və onların uca məqama sahib olması barəsində kifayət qədər Allahın kitabında və Peyğəmbərin sünnətində dəlillər mövcuddur. Və deyir ki, elm əhli üçün, elmi daşıyanlar üçün, yəni alimlər üçün Allahın şahidlik etdiyi ən böyük şey, yəni hansı ki, xüsusən tövhid, onların şahidliyini, yəni elm əhlinin şahidliyini Allah öz şahidliyi ilə bir arada etməsi elm əhli üçün yəni şərəf olaraq kifayətdir. İndi diqqət edin hansı ayəni gətirir. Uca Allah buyurur ki, Şəhidallahu ənəhu la ilahə illə huvə vəl mələikətu və ulul ilmi qaimən bil qist. Allah Teala bu ayədə buyurur ki, Allah, mələklər və elm sahibləri ondan başqa haqq məbudun olmadığına ədalətlə şahidlik etmişlər. Və sonra ayənin ardında Allah Teala buyurur, La ilahə illə huvəl azizul hakim. Ondan başqa haqq məbud yoxdur və o qüdrətlidir və hikmət sahibidir. Allah Teala bu ayədə fikir verirsiniz, elmi daşıyan alimlərin fəzilətini necə qiymətləndirir? Yəni, özü ilə bir arada şahidlik olaraq qeyd edir. Və həmçinin başqa bir ayədə Allah Teala buyurur ki, Qul həl yəstəvillədinə ya'ləmunə vəllədinə la ya'ləmun. Allah Teala bu ayədə buyurur ki, de, heç bilənlərlə bilməyənlər eyni ola bilərlərmi? Və sonra başqa bir ayədə Allah Teala belə buyurur. İnnəmə yaxşallaha min ibadihil uləmə. Allah Teala bu ayədə buyurur ki, qulları içərisində Allahdan ancaq alimlər qorxar. Və bu nəyin göstəricisidir? Alimlərin nə qədər yüksək məqama sahib olmalarının göstəricisidir. Və sonra Allah Teala başqa bir ayədə buyurur. Yərfa'illahul-ləzīnə əmənu minkum vəl-ləzīnə utul ilmə dərəcət. Allah Teala bu ayədə buyurur ki, Allah sizdən inananların və eləcə də elm verilənlərin dərəcələrini yüksəldər. Yəni, həm iman gətirənlərin, eyni zamanda da elm verilənlərin dərəcələrini yüksəldər. Müəllif burada buyurur ki, bu ayənin mənalarından biri də odur ki, Allah Teala alimin, yəni mömin olan alimin, yəni alim olmayan mömindən dərəcəsini daha yüksək edər. Yəni, o kəs ki, alimdir, iman sahibidir və biri də alim deyil, mömindir. Allah Teala deyir, alimin dərəcəsini sıravi mömindən deyir, yüksək edər. Nə üçün? Çünki o elmi daşıdığı üçün. Və bu da deyir, nəyin göstəricisidir? Və bu da deyir ki, elmin fəzilətinin, elmin yüksək məkana sahib olmasının göstəricisidir. Sonra dəyərli qardaşlar, müəllif buyurur ki, Əbu Dərdanın rəvayətini gətirir. Və burada elmin fəziləti eyni zamanda da elm sahiblərinin fəziləti barəsində, yəni alimlərin fəziləti barəsində Əbu Dərdə Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabəsidir və onun rəvayət etdiyi hədisi gətirir. Fikir verin. Rasulullah sallallahu aleyhi və səlləm buyurur, yəni hədisin ümumi məzmunu, fikir verin, yəni geniş bir mənalı hədisdir. Buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm, kim elm əldə etmək üçün yola çıxarsa, səfərə çıxarsa, Allah Teala ona cənnətə gedən yolu asanlaşdırar. Deməli, elmi əldə etmək üçün, hansı elmi? Allah barəsində olan elmi, Peyğəmbər barəsində olan elmi. Əgər bir insan, deyək ki, evindən gəlir elm məclisinə, zikr məclisinə və o məclisdə Allah və Rəsulu xatırlanır. Və insan evindən çıxıb, niyyətlənib, Allah və Rəsulu barəsində olan elmi öyrənmək niyyəti ilə, məqsədi ilə çıxarsa, fikir verin, Rasulullah onun barəsində buyurur ki, Allah ona cənnətə gedən yolu asanlaşdırar. Və sonra buyurur ki, hədisdə, mələklər elm öyrənənin razı qalması üçün qanadlarını dümbələm düz açar. Düz açar. Və sonra buyurur ki,
deyir ki, alimə göydə olanlar da və yerdə olanlar da, hətta suda olan balıqlar belə bağışlanma diləyər. Sonra buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisin ardında, alimin abidə olan üstünlüyü bədirlənmiş gecədəki ayın digər ulduzlara olan üstünlüyü kimidir. Fikir verirsiniz. Alimlər peyğəmbərlərin varisidir. Və bu baxımdan peyğəmbərlər nə dinar, nə də dirham miras qoymamışlar. Onlar ancaq elmi miras qoymuşlar. Kim o elmdən, kimdir o elmdən, yəni öz payını götürərsə, artıq deyir, böyük bir pay götürmüş olar. Əgər kim o elmdən bir hissəsini götürərsə və deyir, böyük bir pay götürmüş olar. Bu hədisin isnadı bəzi alimlərə görə həsəndir, yəni qəbul olunandır. Bəzi alimlərə görə isə zəif hesab olunur. Lakin ümmətin cumhur alimlərinə əsasən onların arasında bu hədis məqbul olunan hədistir. Yəni əsas götürülən hədislərdəndir. Və sonra müəllif burada bir maraqlı bir əsər gətirir. Əbu Hureyranın əsərini. Çox maraqlı bir əsərdir, əziz müsəlmanlar. Diqqət edin. Bir gün Əbu Hureyra radiyallahu anhu Mədinənin bazarından keçərkən dayanır bazarın yanında. Və dayandıqda diqqət edir bazar əhalisinə və sonra deyir ki, onları səsləyir. Ey bazarın sakinləri, sizi edə bilməyəcək hala gətirən nədir? Yəni sizi aciz buraxan nədir? Onlara sual verir. Bazardaşlar isə Əbu Hureyraya qayıdaraq belə deyir. Deyir ki, nə olub? O nədir elə? Ey Əbu Hureyra. Və o da deyir ki, Rasulullah sallallahu aleyhi və səlləmin mirasıdır ki, o bölünür, paylanır. Və siz isə hələ də buradasınız, gedib onu götürmüsünüz. Diqqət edin, siz isə hələ buradasınız, gedib onu götürmüsünüz. Və deyir, gedin, o mirasdan özünüz üçün öz payınızı götürün. Onlar deyirlər ki, bazarda olanlar, o haradadır elə? Fikir verin, deyir ki, o məsciddədir, Allahın evində. Və onlar da tez bazardan çıxıb gedirlər məscidə, surətlə. Əbu Hureyra onlar qaydana qədər onları gözləyir. Və onlar qayıtdıqda Əbu Hureyra onlara sual verir ki, nə oldu? Nə oldu sizə belə? Sonra onlar deyirlər ki, ey Əbu Hureyra, biz deyir məscidə getdik və ora daxil olduq. Lakin orada bölünən heç bir şey görmədik. Yəni miras olaraq bölünən heç bir şey görmədik. Fikir verin Əbu Hureyranın sözünə. Əbu Hureyra onlara deyir ki, siz məscidə daxil olduqda orada heç bir kimsəni görmədiniz. Onlar cavab verir. Deyirlər ki, əksinə biz deyir ora daxil olduq. Daxil olduqda orada bir qrup insanlar var idi ki, namaz qılırdılar. Və həmçinin bir qrup insanlar var idi, onlar da Quran oxuyurdular. Və digər bir qrup insanlar var idi ki, Allahın halal və haramı haqqında müzakirə edirdilər. Əbu Hureyra onlara deyir ki, vay olsun sizə, bax elə budur Muhammedin mirası, Peyğəmbər sallallahu aleyhi və səlləmin mirası. Fikir verin, Peyğəmbər sallallahu aleyhi və səlləmin mirasının nə olduğunu bildirir Əbu Hureyra. Allahın dinindən nəyisə öyrənməyi. Bir qrup insanlar namaz qılırlar, bir qrup insanlar Allahın kitabını oxuyur, bir qrup insanlar da Allahın halal və haramı barəsində müzakirə edirlər. Və ona görə də deməli məsciddə və ya elm məclislərində iştirak etmək və o elm məclisindən əldə olunan o elmi almaq Peyğəmbərin mirasından bir mirası əldə etmək kimidir. Baxın əziz qardaşlar, əziz müsəlmanlar, ruzi qazanmaq vacibdir hər kəsə, öz ailəsinin haqqı üçün.
Və insan bilməlidir ki, bu dünyada fanidir, müvəqqətidir, əbədi deyil. Qazandığı ruzi də onun üçün müvəqqətidir. Yəni insan bilməlidir ki, əgər sən bugün Allahın sənə verdiyi fürsətdən, vaxtdan yararlanmısansa, sən Allahın elmindən əldə etmisənsə, xüsusən də iman daşıyan insanlara aiddir. Qəlbində, sinəsində iman daşıyanlar, əgər vaxtım yoxdur, məscidə getmirəm, vaxtım yoxdur, elm məclisində iştirak etmirəm, bu onun əleyhinə olacaq qiyamət günü. Əgər insan vaxtını başqa yerdə boş-boş keçirirsə, boş-boş məclislərlə keçirirsə, bilin ki, inanın ki, qiyamət günü onun əleyhinə olacaq. Əbu Hureyra Peyğəmbər sallallahu aleyhi və səlləmin mirası olaraq bildirdi. Yəni, məsciddə əldə olunan o elmi. Təbii ki, bugün məscidlərdə indi bizə imkan verilməsə belə, Allah Teala qardaşın evinə, əhlinə bərəkət versin. Və burada olan elm məclisi və digər müəllimlərin, yəni keçdiyi dərslər, hansı ki o yerlərdə, orada olan o elm məclislərində olan o elmlər, Peyğəmbərin mirasından bir mirasdır. İnsan buna həris olmalıdır, can atmalıdır, səy göstərməlidir. Ölüm bir gün gəlib çatacaqdır. Amma bil ki, sənin o elm məclisində iştirak etməyin, həm Peyğəmbərin mirasından bir miras əldə edirsən, həm də sənin orada olduğun o zamanın sənin üçün qeyd olunur. Mələklər onu qeyd edir. Qiyamət günü sənin leyhinə olacaq və sənin əməl dəftərinə yazılır. Ona görə dəyərli qardaşlar, insan bundan istifadə etməlidir. Vaxtından, zamanından, məscidə əgər vaxtın varsa getməkdən, eyni zamanda Allahın şəriəti barəsində olan zikir məclisindən, elm məclisindən, bugün əgər bu şərait varsa, bura toplanmışıqsa, insan bundan istifadə etməlidir. Eyni zamanda da bugün açılmış, deyək ki, sosial vasitələrlə, yəni bu sosial şəbəkələr vasitəsilə canlı dərslər gedirsə, insanın nə qədər çox qoşulması, istifadə etməsi o elmdən, onun Peyğəmbərin, yəni elmindən bir elmi götürməsidir. Və o onun yalnız xeyrinə olacaqdır. Və ziyan tapmayacaq. Əksinə, qiyamət günü onun üçün xeyir olacaq. Ona görə dəyərli qardaşlar, fikir verin. Burada müəllif buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin əsas mirası nə idi? Eyni zamanda bütün Peyğəmbərlərin mirası nə idi? Onların mirası nə dinar idi, nə də ki dirhəm. Onların mirası yalnız elm idi. Allahın şəriətini öyrətmək, Allahın qoyduğu haqq yolu, haqq dini öyrətmək idi. Bizim Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmin eyni zamanda bütün Peyğəmbərlərin əsas qayəsi Allahın onlara verdiyi elmi öyrətmək idi insanlara. Onların buraxdığı əsas elm idi. Nə dinar, nə dirhəm buraxmamışdılar. Və ona görə əgər insanın elmindən olan payı hər nə qədər çoxalarsa, artarsa və onun Peyğəmbərin mirasından olan payı da bir o qədər artar, çoxalar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur, Allah kimə xeyir istəyərsə, onu dində idraç sahibi edər. Yəni, dərk edən edər, anlayan, başa düşən edər. Deməli, əziz qardaşlar, dərk etməkdə məqsəd, yəni şəriəti dərk etməkdə əsas məqsəd nədir? İnsanın cəhaləti, cahilliyi özündən qaldırmasıdır. Əsas şəriəti dərk etməkdə qayə və məqsəd insanın cəhaləti özündən qaldırmasıdır, uzaqlaşdırmasıdır. Və bu baxımdan, əziz müsəlmanlar, elmin əsas məqsədi, elmi əldə etməyin əsas məqsədi əməl etməkdir, əməl olunmasıdır. Çünki yəni insan elmi əldə etdikdə yalnız elmin tələb etdiyi nədir? Əməl olunması tələb olunur. Və həmçinin Allah Taalaya ibadəti doğru şəkildə həyata keçirilməsi tələb olunur. Yəni insan elmi əldə edirsə, ubudiyyəti, yəni Allaha olan qulluğu həyata keçirməsi üçün o elmi əldə edir. Və bu baxımdan da elm əməldən öndə gəlir.
Və məhz ilk olaraq İslam dinində elmlə başlanılır. Əməldən birinci. İnsan namazdan, zəkatdan, həcdən, orucdan və bütün əməllərdən öncə birinci insan elmi əldə etməlidir, öyrənməlidir, necə namaz qılmalıdır, necə oruç tutmalıdır, necə sədəqə, zəkat verməlidir, necə həcc etməlidir. Və bu ibadətlərin hər birinin önündə ən birinci insan onları öyrənməlidir, bilməlidir ki, onu həyata keçirə bilsin. Və düzgün şəkildə Allaha yaxınlaşdıran bütün əməllərin hamısı elmlə əldə olunur. Və ona görə də İslam dinində elm əsasdır, kökdür. Və bu baxımdan elm deyildikdə Allahın kitabı eyni zamanda Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmin sünnətinə istinad olunur. Bu ikisi ayrılmaz bir məsdərdir. Və bu baxımdan da əziz müsəlmanlar, deməli, elmin məqsədi əməldir. Elmdə əsas məqsəd əməl olunmasıdır. Və həmçinin Allaha olan qulluğun düzgün şəkildə həyata keçirilməsidir. Bəsirət üzərində yerinə yetirilməsidir. Əgər qulun elmi olarsa, əməli olmazsa, diqqət edin. Qulun elmi olub əməli olmazsa, o Allah Taala'ya qulluq sifətini gerçək olaraq həyata keçirə bilməz. Eyni zamanda da bir insanın elmi olmadan əməl edərsə, yəni əməl edir, elmi yoxdur. Elmi olmadan əməl edərsə, yenə də onun Allaha olan qulluğu düzgün şəkildə həyata keçmiş olmaz. Yəni edəcəyi ibadəti bilməlidir, ən azından. Bu baxımdan da dəyərli müsəlmanlar, Allah Taala'ya aid olan ubudiyyətin gerçəkləşməsi üçün diqqət edin, iki əsas amil var. Birinci, faydalı elmin əldə olunması, ikinci, salih əməlin olması. Necə ki, uca Allah öz kitabında buyurur. Huvəl-ləzi ərsələ rasuləhu bil-hudə və dinil-haqqi. Allah Teala bu ayədə buyurur ki, o Allah öz elçisini doğru yolla və haqq dinlə göndərəndir. Ayədə qeyd olunan huda kəlməsinin mənası faydalı elmdir. Eyni zamanda ayədə keçən haqq dinin mənası isə salih əməldir ki, Allaha yaxınlaşdırır. Yəni Allaha yaxınlaşdıran salih əməldir. Deməli, əziz qardaşlar, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və alihi və səlləmin göndərilməsinin və eyni zamanda da bütün peyğəmbərlərin göndərilməsinin əsas məqsədi də məhz bunun üzərində olmuşdur. Allahın şəriətini insanlara çatdırıb, o elmi insanlara çatdırıb və o elmi öyrəndikdən sonra insanların o elmə Allaha düzgün şəkildə ibadət etməsi üçün. Allahdan istəyirəm ki, bizim hər birimizi Allahın bizə bəxş etdiyi, bizə göndərdiyi o şəriəti, pak şəriəti gözəl şəkildə öyrənməyə müvəffəq etsin. Və Allahdan diləyirəm ki, bizim hər birimizə öyrəndiyimiz elmə layiqincə əməl edən qullarından etsin. Allah Teala bizim günahlarımızı bağışlasın. Uca Allah bizim valideynləri günahlarını bağışlasın, onlara rəhm eləsin. Allah Teala bizim zürriyyətimizi salihlərdən etsin. Uca Allah bizə mömin kimi yaşayıb və mömin kimi ölməyi hər birimizə müvəffəq etsin. Sallallahu ala nəbiyyina Muhammedin və ala alihi və sahbihi əcma'in. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.